Xoş gördük değerli ABTV izləyiciləri, hər vaxtınız xeyir olsun. ABTV kamerası hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının bu salonundadır. Dəqiqələr sonra bu salonda tanınmış folklorşünas alimimiz, gerçək bir folklor fədaisi, Milli Hərəkatçılar Birliyinin sədri Arif Acaloğlu'nun xatirəsinə həsr olunmuş bu kitabın Uzaq Yolların Adamı kitabının təqdimatı olacaq. Təəssüflər olsun ki, Arif bəy aramızdan çox erkən köçdü. Daha doğrusu amansız fələk, vaxtsız ölüm, faciə onu bizdən ayırdı. 2023-cü ilin 1 noyabr gecəsində Arif bəy itirdik. Amma onun yazılı irsi, onun xatirələri, onun qoyduğu yol hələ də davam edir. Və bu kitabda Arif Acaloğlu'nun həyat yolu, onun ədəbi irsi toplanıb Nəriman Əbdürrahmanın tərəfindən və kitab halına salınıb. Dəqiqələr sonra həmin təqdimat mərasiminin gedişi ilə ABTV izləyiciləri də tanış olacaq. Dəyərli toplantı iştirakçıları, hamınızı Azərbaycan Türk Ocağı adından salamlayıram. 1912-ci ildə İstanbulda, 1918-ci ildə Azərbaycanda yaradılan Türk Ocaqları həmişə Türk düşüncə sisteminə, milli şuurun oyanışı prosesinə, Türk dünyasının birliyi, vəhdət ideyasına öz töhfələrini vermiş böyük insanlar, böyük şəxsiyyətlərdir. Və bu Türk Ocaqları ideyasının əsas qaynaqlarından da biri və bir neçəsi Rusiyadan Türkiyəyə köç edən böyük iki düşüncə insanlarıydı. Əli bəy Hüseynzadə, Əhməd Dayanlı, Zəki Vəli Toğan, Yusuf Akçura kimi böyük şəxsiyyətlər Osmanlı İmperiyasının, Osmanlı dövlətinin çöküşünün qarşısını almaq üçün çox böyük mücadilələrdə girişdi. Bugün biz anısına toplaşdığımız böyük Türk alimi, Türkolog, mifolog Arif Acaloğlu'nun da məhz bu böyük düşüncə fikir insanlarının yolunu davam etdirməsi və 20-ci əsrin sonlarında Azərbaycanda və ümumiyyətlə Türkistanda başlanan milli azadlıq hərəkatında iştirakını şərtləndirən ən vacib faktorlardan biri bundan ibarət idi ki, məhz bu insanlar öz düşüncələrinlə, fikirlərinlə yeni tarixi şəraitdə böyüklərin, Türk düşüncə böyüklərinin qoyduğu o yolu təqib edir və onu davam etdirirlər. Məhz bir alim kimi Arif Acaloğlu'nun da bu hərəkatda iştirakı elmlə yanaşı, elmi səviyyədə araşdırmalarla yanaşı proseslərdə iştirakı da məhz bununla bağlı idi. Arif bəy haqqında Nəriman Əbdürrahmanlının bir kitabı ərsəyə gətirdiyi, yəni bir kitabının həm də biz bugün bir təqdimatına yığışmışıq. Burada Arif bəyi yaxından tanıyan insanların onun haqqında xatirələri əksini tapır. Eyni zamanda Arif bəyin məqalələrinin bir qismi, kiçik bir qismi bu kitabda çap olunubdur. Deyərdim ki, Arif bəyin fəaliyyəti, elmi fəaliyyətindən bağlı hələ yəni bu işin bir başlanğıcı kimi götürmək olar bu kitabı. Gələcəkdə də bu böyük fikir, düşüncə insanının elmi fəaliyyəti tədqiq olunmalıdır. Onun elmi irsi bütövlükdə nəşrə hazırlanmalı və millətin malı olmalıdır. Baxımdan düşünürəm, hesab edirəm ki, bu Arif bəyin həm dostları, həm də eyni zamanda türkçülük məfkurəsinə sahib, milli məfkurəyə sahib insanların, elm insanlarının, adamların da bir araya gəlməsi və bu işə qatlanmasına çox ciddi ehtiyac var. Arif bəy bir Borçalı türkü idi və Borçalıda əsli, soyu, kökü bəlli olan, nəinki Borçalıda, ümumiyyətlə Azərbaycanda və Türkiyə sınırları içərisində xüsusən fəaliyyəti tədqiq olunması, örnək göstəriləcəyi Acaloğlular nəslinə mənsub idi. Emin ağa, yəni bu nəsildən çıxan Emin ağa Borçalının adını çəkmək
kifayət edir ki, Arif bəyin hansı soydan, kökdən qidalandığını müəyyən etmək olar. Bəzən bizim tarixşünaslığımızda Araz Türk Cumhuriyyəti dediyimiz, bəzən isə Cənubi-Qərbi Qafqaz Türk Cumhuriyyəti dediyimiz o cumhuriyyətin hansı ki mərkəzi Qars idi. O cumhuriyyətin yaranmasında Arif bəyin babası Emin Ağa Borçalılı çox mühüm bir missiyanı həyata keçirmişdi. Ancaq bu cumhuriyyətin ömrü çox qısa olmuşdu. İngilislərin səyi nəticəsində, onların iddiaları və təzyiq nəticəsində bu cumhuriyyət süquta uğramışdı. Arif bəyin də məhz 88-ci ildən sonra cumhuriyyətçilik ideyasını Azərbaycan toplumunda bir fikir, düşüncə olaraq ön plana çəkməsi və o proseslərdə iştirakı da mənə elə gəlir ki, onun bu soykökə cumhuriyyətçi ideyalarına bağlılığından doğur. Arif bəy hamımız tanıyırdı, o sadə bir türkçü idi. Türkçülüyün bir mücahidi idi, bir əskəri idi, fikir insanı idi. Onun bəzən fikirlərində emosionallıq, ancaq məqalələrində, elmi yazılarında, araşdırmalarındakı olan o dərin mənalar, qatlar bir-birini tamamlayırdı və onun bir bütöv türkçü obrazını formalaşdırırdı. Necə ki, Əli bəy Hüseynzadə haqqında biz yazılan o xatirələri, onun dostlarının o xatirələrini oxuyan zaman gözümüzdə 20-ci əsrin türkçüləri timsalında Arif bəyin də bir obrazı canlanır. O baxımından Arif bəyin ruhuna dualar oxumaqla istərdik ki, bu deməli kitabın təqdimatına başlayaq. Burada deməli ilk sözü istərdim ki, kitabın ərsəyə gəlməsində böyük əziyyəti olan, xidməti olan Nəriman müəllimə verək, Nəriman Əbdürrahmanlıya. Çünki Nəriman müəllim bir neçə aydır ki, bu işin ağırlığına qatlaşıb və belə bir kitab ərsəyə gətirib. Dediyim kimi, Arif bəyin əsərləri hələ çoxdur. Onun radio çıxışları var, televiziyaya verdiyi müsahibələr var. Onun deməli 1988-ci ildən sonraki Milli Azadlıq Hərəkatında iştirakı və eyni zamanda Türkistanda ki, o milli oyanış hərəkatında iştirak edən o insanların Azərbaycana gətirilməsi, o Azərbaycanın ilk milli hökuməti ilə onların arasındakı əlaqələrin qurulmasında oynadığı rol da bizim tarixşünaslığımızda məxsusi ayrıca bir qol olaraq mən hesab edirəm, düşünürəm ki, öyrənilməyə layiqdir, öyrəniləcəkdir. Bu baxımdan istərdim ilk sözü Nəriman müəllimə verək. Nəriman müəllim kitab haqqında öz düşüncələrini, fikirlərini desin, sonra məruzəçilərimizin fikirlərini dinləyərik. Buyurun. Mən ilk növbədə unudulmaz Arif Əzəloğlu'nun xatirəsini əziz tutub bu tədbirə gələnlərə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Türk Ocağına, Ocağın başqanı Akif Aşırıya bu tədbirin təşkili üçün çox böyük ürəklə və çox təəssüfkeşliklə qol qoymasına görə təşəkkür edirəm. Bədirxan Əhmədliyə təşəkkür edirəm. Bu tədbirin baş tutmasında xüsusi zəhmət çəkənlərdən biridir. Əvvəlcə kitab haqqında, kitabın araya ərsəyə gəlməsi üçün Arif Əzəloğlu'nun həyat yoldaşı Sevda xanım Əzəloğlu'ya təşəkkür edirəm. Çünki o kitabın nəşrinin ağırlığını özlərinə götürdü. Oğlu Turxan Əzəloğlu'ya təşəkkür edirəm ki, həmişə atasının mirasına çox böyük qayğı ilə yanaşdığına görə və bu kitabla çox ciddi maraqlandığına görə təşəkkür edirəm. Özü uzaq şərqdədir, atasının yolunu davam elətdirir. Türk xalqlarının mifologiyasını öyrənir, ona görə də tədbirdə iştirak edə bilmir. Akif Əzəloğlu'ya təşəkkür edirəm ki, bu kitabın araya ərsəyə gəlməsində xüsusi qayğı göstərdi.
Və Arif Əzəloğlu'nun hamı bilir ki, taleyi kimi bu doğum günü də çox, necə deyim, biraz kosmopolitdir, biraz ilahi təhərdir. Çünki əslində martın 27-sində anadan olub, sənədlərində iyulun 21-idir, başqa sənədlərində aprelin 10-udur. Yəni, onun ruhuna, xarakterinə uyğun olaraq bir dünya gəlməsi də bir, necə deyərlər, dünyəvi xarakteri daşıyır. Yəni, özü də hesab eləyirdi ki, əslində doğum günləri çox şərti şeylərdir. İnsan nə qədər özünü kamil hiss eləyirsə, dünya həmin vaxt gəlir. Bu Arif Əzəloğlu'nun əsas kitabı Türk xalqları mifologiyasının kökənləri adında elmi əsərlərdən ibarət kitabı Folklor İnstitutunun planına salınıb. Bildiyim məlumata görə çap prosesindədir və buna görə institutun əvvəlki direktoru akademik Muxtar Kazımoğlu'ya xüsusi təşəkkür edirəm ki, o bu qayğını yükü özlərinə götürdü və həmin kitab artıq çap prosesindədir. Arif Əzəloğlu'nun demək olar ki, elmi potensialını bütün dolğunluğuyla göstərmək iqtidarındadır. Mən belə hesab eləyirəm ki, bu hələ görülən işlərin yarısıdır. Arif Əzəloğlu'nun müəyyən əsərləri Türkiyə türkcəsindədir və müəyyən əsər də Azərbaycan türkcəsində və rus dilindədir. Həmin əsərlərin Türkiyə türkcəsinə çevrilib Türkiyədə çap olunmasına böyük ehtiyac var. Çünki o əsərlər Azərbaycan türkcəsində olan və rus dilində olan əsərlər bütün türk aləmi üçün çox böyük əhəmiyyətə malik əsərlərdir. Onların Türkiyədə çap olunması böyük türkologiya elminə də, mifologiyaya da, ümumiyyətlə türk düşüncəsinə böyük bir töhfə olardı. Mən ümid eləyirəm ki, Azərbaycan elminin inkişafından, Azərbaycan düşüncəsinin qayğını çəkən təşkilatların yardımı ilə belə bir layihəni gerçəkləşdirmək mümkündür və yaxın gələcəkdə ən azı gələn il Arif Əzəloğlu'nun 70 illik yubileyi keçiriləcək, 70 yaşı tamam olur. Həmin vaxta qədər belə bir layihəni gerçəkləşdirmək çox yaxşı olardı. Mən çox danışmaq istəmirəm və Arif 40 ildən artıq tanıdığım, 45 ilə yaxın tanıdığım və ruhuna, yaradıcılıq potensialına, dünya görüşünə, əxlaqına, Türk dünyasına sevgilisine bələd olduğum çox nadir insanlardan biri idi və bizim də onun ruhu qarşısında borcumuz onun əsərlərini üzə çıxartmaq, elmə bəxş eləmək, oxuculara çatdırmaqdır və imkanımız daxilində də bu missiyanı yerinə yetirməyə çalışacağıq. Təşəkkür edirəm diqqətinizə. Çox sağ olun Nəriman müəllim, təşəkkür edirəm. Nəriman müəllim kitabın ərsəyə gəlməsində iştirak edən insanlara öz təşəkkürünü bildirdi və mən bir təşəkkür borcum var. Bu da bugün bu toplaşdığımız məkana bizə icazə ver, toplaşmağımıza icazə verən, yəni bu məkanı bizə həvalə edən Milli Elmlər Akademiyasının prezidenti İsa Həbbəyliyə təşəkkür edirəm. Azərbaycan Türk Ocağı adından. Çünki
mən belə bir tədbirin keçirilməsini xahiş edən zaman İslam müəllim dedi ki, Arif Acaloğlu'na bizim bir borcumuz var. Yəni, bir daha təşəkkür edirəm. Biz Arif Acaloğlu haqqında təbii ki, onun elmi fəaliyyəti haqqında burada alimlərin məruzələrində yetərincə məlumat alacağıq. İstərdim ki, Qazaq, Qırğız, Özbək mifologiyası terminini ümumiləşdirib bir Türk mifologiyası terminini ortaya qoyan və burada mücadilə edən Arif Acaloğlu'nun folklorşünaslıq sahəsində, mifologiya sahəsindəki fəaliyyəti ilə bağlı mənə elə gəlir ki, Məhərrəm Qasımlıdan daha yaxşı danışanımız olmaz. Məhərrəm müəllim, buyurun, söz sizdədir. Arif mənim tələbə yoldaşımdır, amma orada 3 Arif oxuyurduq bir yerdə. Çox ailələr də var idi, amma əsas bu 3 Arif var idi. Arif Rəhimoğlu, Arif Əmrahoğlu, Arif Acaloğlu. Bunlar təkcə mənim tələbə yoldaşlarımdır və mənim kimi tələbələrin həm də müəllimləri idi. Mən bu günün özündə də bu 3 adamı özümün müəllimi hesab edirəm. Arif Əmrahoğlu'nun ədəbiyyat, yəni tənqidlə bağlı misilsiz təhlilləri var idi. Arif Rəhimoğlu'nun türkologiya ilə bağlı çox mükəmməl araşdırmaları var idi. Arif Acaloğlu isə folklorumuzun, dilimizin, türkologiyanın, etnografiyanın dərin bilimcisi idi. Mən düşünürəm ki, Arif təkcə Azərbaycan səviyyəsində deyil, bütün Türk dünyası, Turan dünyası səviyyəsində unikal bir alim. Həqiqətən, onun əsərləri, onun danışığı, onun təhlilləri sıradan bizi kimi alimlər səviyyəsində olduğunu xəbər vermir. Mücadiləçi bir alim idi, Türk, Turan dünyasının mücadilə aparan elm adamı idi. O 20-25 yaşlarında da belə düşüncə sahibi idi. 40-50 yaşlarında da və yaxın geçmişdə, yəni yaxın illərin içərisində də mən onu eyni mükəmməllikdə gördüm. Dayısından dərs almışdı. Burada dayısı Abbas Abdullah'ı da mən ehtiramla xatırlayıram, qədərşünaslıqla. Abbas Abdullah hamımıza dərs demişdi, yəni mənəvi dərs demişdi, yəni milli düşüncəni, etnografi, tarixi yaddaşı bizlərə mənimsədən adamlardan biri də Abbas Abdullah idi. Arif'i də o yetişdirmişdi. Arif'in ustadı desək, ustad Arif Acaloğlu'nun ustadı Abbas Abdullah idi. O mənada Abbas Abdullah'ın da burada xatırlamaq boynumuzun borcudur. Və düşünürəm ki, Arif Acalov özünün içərisində olan elmi, milli, mənəvi gücün ən yaxşı halda 15-20%-dən istifadə edir. Bu qədər. Təşəkkür edirəm. Hamını salamlayıram. Və bu kitabı ərsəyə gətirənlərə, nəşr edənlərə dərin təşəkkürümü bildirmək istəyirəm. Alimin böyüklüyünün bir şərti də onun cismani yoxluğundan sonra əsərlərinin çapıdır. Və bu baxımdan Arif Acaloğlu, necə deyərlər, xoşbəxt, taleyli alimlərdən biridir. Çoxdan tanıyırdım Arif bəyi və həm Bakıda olduğu vaxtlardan, həm Türkiyədə yaşadığı vaxtlardan və İstanbulda uzun-uzadı söhbətlərimiz olurdu və bu günləri o söhbətlərin artıq ikinci iştirakçısı da həyatda yoxdur. Bu da Mais Əlizadə idi. Bir qayda olaraq İstanbulda biz Arif bəylə, Mais Əlizadə ilə bir yerdə görüşürdük və əminliklə deyim ki, Arif Acaloğlu'nun qeyri-rəsmi söhbətlərdə irəli sürdüyü elmi müddialar, fikirlər, mülahizələr, hansı ki, onlar gələcək bir tədqiqatların subyekti olmalıydı
Hətta mən deyərdim ki, yazdıqlarının bir hissəsindən də güclü idi. Arif Acaloğlu mifoloji təfəkkürə yeni bir yol açdı. Hətta mən cığır deməzdim. Məhz Arif Acaloğlu yol açdı. Və bu mifoloji təfəkkürlə istər Azərbaycanda, Türkiyədə, istər türk xalqlarında və hətta Rus şərqşünaslığında xeyli böyük alimlər var idi. Məsələn, Arif Acaloğlu'da ümumiləşdirmə imkanları o qədər böyük idi ki, o, Türk mifologiyasına lokal, məhdud bir ərazidən deyil, böyük bir coğrafiyadan yanaşmağı bacarırdı. Bilirsiniz də, Kitab-ı Dədə Qorqud haqqında çoxları yazıb, hələ bundan sonra da yazacaq, çünki tükənməz bir xəzinədir. Amma Arif Acaloğlu'nun Kitab-ı Dədə Qorqudla bağlı yazdıqları 100 dəfə yazılanın 101-ci dəfə təkrarı deyildi. Tamamilə yeni bir baxış bucağı adam ortaya qoyurdu. Və onun Orta Asiya, Sibir, Qafqaz, Türkiyə türkləri ilə bağlı və bunların mifoloji dəyərləri ilə bağlı apardığı tədqiqatlar onun dünya görüşünün genişliyindən, miqyasından xəbər verirdi. Xoşgörülü bir adam idi Arif bəy. Daim xeyirxahlığa, yaxşılığa, millətə, xalqa, bütövlükdə türk xalqlarına öz elmi ilə xidmət edən bir adam idi və çox təəssüflər olsun ki, biz onu çox tez itirdik. Amma cismani itirdik. Mən əminliklə deyə bilərəm ki, Arif Acaloğlu Azərbaycan elmində, Azərbaycan filologiyasında, Azərbaycan tarixində uzun müddət yaşayacaq, uzun müddət istinad ediləcək alimlərdən biridir. Mən o filoloq idi, amma mən Azərbaycan tarixini ona görə deyirəm ki, onun filoloji araşdırmaları nə qədər filoloji elmə aid idisə, bir o qədər də tarix elminə aid idi və o qədəm türk yazıları ilə bağlı, Orxon Yenisey yazıları ilə bağlı, Sibir türkləri ilə bağlı ki, çox az tədqiqat obyekti olmuşdu və Orta Asiya deməli türklüyü ilə bağlı onun əsərləri təkrarsız əsərlərdir. Ruhu şad olsun və bundan sonra da indi gələn ildə 70 illiyidir. Yəqin ona da onun yaradıcılığından seçmələr nəşr olunacaq. Sağ olun. Allah Arif bəyə rəhmət eləsin. Arif bəylə biz cəmi 1 il oxuya bildik. O dövrdə Filologiya Fakültəsinin nəzdində jurnalistika vardı. Mən yaşlı ondan böyük olduğuma görə biz 5-ci kursda oxuyanda Arif bəy 1-ci kursda oxuyurdu. Bizi yaxınlaşdıran aşıq yaradıcılığı oldu. Yəni, o Borçaldan, mən Göyçədən olduğuma görə. Sonra zaman və hadisələr dəyişdi. Dəyişəndə Ariflə mifologiya daha çox getdi. Burada onun alimliyindən çox gözəl danışdılar, izah elədilər. Mən isə Arif bəyi tələbəlikdən tanıyan və mənə də o illərdə aşıq yaradıcılığından bağlı material toplamaqda kömək edən bir adam olsa da, onun elmi fəaliyyətindən danışmayacağım. Arif bəy o illərdə başlasa da, onun başqa bir xətti də var idi ki, yəqin ki, bir çox adamlar onu görürdü, bilirdi. Bugün ancaq yazılarda, danışıqlarda o nədənsə arxa plana çəkilir. Mənim sevdiyim Təbrizli Həmid Nitqi var idi. Edinburgh Universitetində ömrünün sonlarında işlədi.
Deyirdi, bədbəxt o adamlardır ki, keçid dövründə yaşayırlar. Ölkənin dağılmasını, azlığı, səfaləti, müharibəni onlar görürlər. Xoşbəxt o adamlardır ki, keçid dövründə yaşayırlar. Yeni dünyanı qururlar, inqilablar eləyirlər, Milli Azadlıq Hərəkatının qurucuları və yaradıcıları olur. Arif də bizim Milli Azadlıq Hərəkatının qurucularından biri oldu. Məsələn, onun biz xalq hərəkatının tarixini yazanda Arifin adına bəlkə də orada rast gəlməyəcəksiniz. Ancaq nədən gəlmirik? Arifin xalq hərəkatından bağlı fəaliyyəti haqqında çox az danışılıb, çox az yazılıb. Arif 88-ci ildə meydan hadisəsi başlayandan əvvəl də gizli təşkilatlarda var idi. Milli Azadlıq Hərəkatının qurucularından idi, onun təbliğatçılarından idi. Həmin dövrdə Milli Azadlıq Hərəkatına gələnlərin böyük qismi əsasən Güney Azərbaycan problemindən gəlmişdi. Güney Azərbaycanın birliyi adından gəlmişdi. Əhval-ruhiyyə o idi, çünki Rusiya və Sovet hakimiyyətinin imkan verdiyi, təbliğat apardığı həmin məsələ idi. Ancaq Arif o devirdə həmin o böyük axının içərisində kiçik görünsə də, bugün isə gəlib böyük olan Cənubi Azərbaycan məsələsini, onun içərisində kiçik görünən türkçülük məsələsini önə sürən adam idi. Yəni, türk dünyasında ayrı-ayrı alimlərlə, müxalif fikirli adamlarla görüşərdi, onların arasında bir körpü ünsiyyət yaradardı. 1888-ci ilin dekabr ayının 3-5-7-sində Zuğulbada keçirən Xəzər forumunda Türk dünyasından gələn adamların böyük əksəriyyətinin dəvət olunmasının, gəlməsinin səbəbkarı Arif Acaloğlu idi. Arif Acaloğlu meydan hərəkatında çox çıxış eləyib, nitqlər söyləmədi. Ancaq arkada görünməz bir güc ilə o meydan hərəkatına adamların cəlb olunmasından tutmuş, təşkilatlanmasına kimi iştirak elədi. Azərbaycanda Qarabağ savaşı gedəndə heç kim Arif Acaloğlunun adını çəkmir və çəkməyəcəkdir. Bu təbiidir. Heç kim Arif Acaloğlunu nə Qarabağda, nə Sədərəkdə, nə tutaq ki, Goranboyda əlində silah oradan döyüşən olmayıb, döyüşən görməyib. Ancaq Arif Acaloğlu həmin devirdə icazə verilmədiyi bir halda təyyarə ilə Əfqanistana uçmuşdu, o təyyarəni orada vura bilərdilər. O, general dostumla danışıq aparmağa gedirdi ki, oradan Azərbaycana Əfqan könüllüləri gəlsin, bizimlə birlikdə Qarabağda savaşsınlar. Və mənim indi bu məclisdə iştirak eləyənlərə xahişim, arzum budur ki, onun elmi fəaliyyəti kitablarda, məqalələrində var. 50 ildə, 60 ildə olsa, tədqiqatçılar onu ortaya qoyub çap eləyəcəklər. Ancaq burada oturanlar və oturmayanların bir çoxu dünyasını dəyişəndən sonra Arif Acalığın o Milli Azadlıq Hərəkatındakı rolu və fəaliyyəti haqqında bilgi olmayacaq. Bir halda ki, 70 illiyinə hazırlaşırıq. Gəlin birinci, bugün aktual olmasa da, bugün belə başından basılsa da, arxa plana itirilsə də, onları yazaq qoyaq ki, Arif Acalov Milli Azadlıq Hərəkatında hansı rolu oynayıb. Deyə bilərsiniz ki, bəs sənin özün burada nə olub? Mən də necə deyərlər, adi sizlərdən biriyəm. Dünən Arif Acalovun Türk Dünyasının Mihfə adlı kitabını mətbəəyə göndərdik. Mətbəəyə göndərəndə bizim işçilər, cavan qızlar mənə bir sual verdi. Dedi, Əl-müəllim, necə olur ki, bu adamları sağlığında siz dəyərləndirmirsiniz? Arif Rəhimoğlu'nun da kitablarını öləndən sonra çap elədiniz. Arif Acal'ın da kitabını indi göndərirsiniz. Bunun ardınca da Mif və Folklor kitabı hazırdır ki, bugün sabah gedəcək. Bilmədim o cavan uşağa mən nə cavab verim. Həqiqətən də nə vaxta kimi biz
adamları öləndən sonra dəyərləndirməyə çalışacağıq. Niyə biz Arifin, Rəhimoğlunun da, Acalın da kitablarını vaxtında çap eləmədik ki, həm özləri görsün, həm də təbliğ edə bilsin. Arif Acal kimi bir elm adamına, bir türküyə bir çıxışda qiymət vermək və onun bütün yaradıcılığını dəyərləndirmək çox çətindir. Ancaq mən çalışacağım, qısaca olaraq bu barədə danışım. Mən Arif Acal haqqında düşünəndə həmişə 20-ci əsrin əvvəllərini xatırlayıram və o zaman türkçülük yenicə bir ideya kimi ortaya çıxırdı və Türkiyədə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağoğlu kimi türkçülər və bir də Yusuf Akçura kimi türkçülər, əsasən belə deyək ki, Rusiyadan gedən türkçülər bu barədə çoxlu fikirlər də var. Orada türkçülüyün gələcək məhək daşını formalaşdırırdı. Təbii ki, bu öz əhəmiyyətini göstərdi və Türk respublikaları özünün dövlətçiliyini qazandı, cumhuriyyətini qurdu. Ancaq arada Bolşeviklər gəldi və Sovet hökuməti türkçülüyü demək olar ki, unutdu. Türkçülük bir də 1980-ci illərin ortalarından bir ideya kimi səslənməyə başladı və bu zaman belə deyim ki, gənc türkçülər, bu Türkiyədəki gənc türkçülər yox, Azərbaycandakı gənc türkçülər ortaya çıxdı. Bunlardan biri də Arif Acal idi. Siz təsəvvür edin, 80-ci illərdə professor Mirəli Seyidov kimi bir mifoloq və onun belə deyim ki, yetirməsi və daha çox xarici mifologiyadan təsirlənən Arif Acal ortaya çıxdı. Çox ortaya doğrudan da bu mifologiya münasibət xalqların öz keçmişlə münasibətini formalaşdırdı və belə deyim ki, Azərbaycan xalqı da öz mifoloji düşüncəsini formalaşdırdı. Və bu zaman 1988-ci ildə gərək ki, Arif Acal bir kitab çap elədi. Azərbaycan mifologiyası, antologiyası. Bu kitab bütün sonraki belə deyim ki, mifoloqların stolüstü kitabı oldu. Arif Acal haqqında danışarkən 3 məsələyə xüsusi diqqət yetirmək lazım gəlir. Bunlardan birincisi Arif Acalın insanlığı, ikincisi elmi fəaliyyəti və üçüncüsü vətəndaşlığıdır. Çox az adamlarda bu 3 prinsip belə deyim ki, bir-birini tamamlayır. Arif Acaloğlu'nda bunlar bir-birini tamamlayırdı. Bir insan kimi burada onun insanlığından danışdılar, tələbə vaxtı və eləcə də demək ki, digər fəaliyyətləri haqqında danışdılar. Ancaq həm də Arif Acal bir vətəndaş idi. Bu vətəndaşlıq onu 80-ci illərin sonlarında belə deyim ki, ictimai-siyasi fəaliyyətin mərkəzinə saldı. O mifoloji düşüncəsi ilə bu ictimai-siyasi proseslərə bir yön verməyə başladı. Və onu da deyim ki, demək, Olca Süleymanovun Aziya kitabının Azərbaycana gəlməsində, onun araşdırılmasında, onun təbliğində Arif Acalın çox böyük rolu var idi. Arif Acal sonra bir müddət Azərbaycan ədəbi ictimai prosesindən çəkildi və Türkiyəyə getdi. Mən Arif Acalın bu gedişini yenə də 20-ci əsrin əvvəllərində Əli bəy Hüseynzadə ilə Əhməd bəy Ağoğlunun Türkiyəyə getməsi və özünə daha geniş bir, belə deyim ki, potensial imkanlarını reallaşdıracaq bir mühit araması ilə bağlayıram. Həm Arif Acaloğlu, həm də Kamil Vəli Nərimanoğlu Türkiyədə fəaliyyət göstərdilər. 2008-ci ildə mən Yeditepe Universitetində əlifbaya həsr olmuş bir konferansa getmişdim və orada Arif Acaloğlu ilə görüşdüm. Təxminən bir 10-15 il idi biz görüşmürdük. O burada dərs deyirdi, düzdür, məruzəsi yox idi, ancaq çox geniş söhbətlərimiz oldu onunla və gördüm ki, öz planlarından danışırdı və gördüm ki,
Arif Acal'ın Türkiye mifologiyasının araştırılmasında ve belə deyim ki, Rus dilinde olan nəzəri materialların Türkiye'ye integrasiyasında çok büyük rol var idi. Ve bunu ben onun eserlerinden, mənbələrindən de görürdüm. Elə bir ki, bir Türk düşünce sistemiyle Avrupa düşünce sistemini, mifoloji düşünce sistemini ortaya çıkardır, onları mübahisəli şəkildə araştırırdı. Daha sonra bir de ben Arif Acaloğlu ile Slavyan Üniversitesi'nde görüştük. Arif Acal burada onun demek ideyalarını çok gec reallaştırdığı hakkında söhbətlər getdi. Arif Acaloğlu'nun bütün eserleri, məqalləri, her biri bir dissertasiya mövzusu olsa da çok gec müdafiə elədi. Təxminən 2012 ya 2013-cü il idi. Slavyan Üniversitesi'nde ben bildiğime göre akademik Kemal Abdullah onu zorla belə deyim ki müdafiəyə təşviq etmişti ve o müzakirəsini Slavyan Üniversitesi'nde reallaştırdı. Ben de onun müzakirəsində iştirak elədim. Təbii ki, Slavyan Üniversitesi'nde daha çok Rus dilli mütəxəssislər var idi. Onlar Arif Acaloğlu'nu o kadar da tanımırdılar. Ve aslında ben orada Arif Acaloğlu'nun demek elmi işi ve onun hakkında danışanda doğrudan da bunlar heyrətləndiler. Çünkü Arif Acaloğlu artık müdafiə edəndə özünün mifoloji məktəbi var idi. Ve her mifologa özünün mifoloji məktəbi olması da müyəssər olmur. Belə deyim ki, bu ancak Arif Acaloğlu'na müyəssər olmuştu. 2017-ci ildə müdafiə elədi, demək və dosent də oldu, araştırmalarını Türkiye'de devam elətdirdi. 2017-ci ildə Qazaxstanda demək Nərman Əbdurrahmanlı ilə birlikdə biz Almatada Əl-Fərabi Üniversitetində konferansda olduq. Biz oraya gedəndə Əl-Fərabi Üniversitetindən yenicə getmişdi Arif Acaloğlu. Biz orada belə Türkoloji bölümdə olduq, orada dərs dedik. Məlum oldu ki, Arif Acaloğlu təxminən bir həftə əvvəl buradan getmişdi. Bir 10 gün orada qalmışdı. Ben size diyeyim ki, bütün o Türkoloji bölüm Arif Acaloğlu'nun mifoloji düşüncesiyle nefes alırdı ve onun hakkında danışırdılar. Bize çok geniş danıştılar. Biz de orada hem Nərman Əbdurrahmanlı hem ben bazı meseleleri, Türkoloji meseleleri ve əlifba meselesini ortaya attık. Burada müəyyən qədər mən gördüm, əlifba məsələsində çəkinirlər, əlifba məsələsindən danışmaq istəmirlər. Bizim fikirlərimiz buydu ki, siz bir qədər gecikirsiniz. Yəqin ki, Arif Acaloğlu da eyni sözlər demişdi. Və biz oradan qaydandan sonra, təxminən 2 həftə sonra Nazarbayevin sərəncamı çıxdı və demək Qazaxstanda əlifbanın dəyişilməsi haqqında sərəncam çıxdı. Bu da çox yaxşıdır. Mən düşünürəm ki, Arif Acaloğlu'nun da orada müəyyən türkü düşüncəsinin belə deyim ki, köməyi olmuşdu. Arif Acaloğlu bir vətəndaş idi. Onun yazılarından da, elmindən də vətəndaşlıq düşüncəsi demək formalaşırdı. Türk düşünce mifoloji sistemini formalaştıran Arif Acaloğlu düşünürəm ki, bugün Türk devletlerinin üzü Turan'a doğru giden yolunda çok büyük işler görmüştü. Çünkü siyasi meselelerden daha çok evvel elmi ve marifçi meseleler gelir. Aslında bugün Türk Devletleri Təşkilatının Turan ideyasının esası da o marifçi düşünceden Türkçülük mifolojiyasının formalaşmasından irəli gelmiştir ki ve burada da demek Arif Acaloğlu'nun çok büyük xidmətləri vardır. Ben düşünürəm ki, Arif Acaloğlu'nun eserleri tam olarak hələ çap olunmayıbdır. Yəqin ki, demək onun müxtəlif yerlərdə
çap olunan məqalələri də toplanacaq və bir kitab halında çap olunacaq. O qədər yaxşı danışdılar. Vallahi onlardan sonra biz xəcalət çəkirəm danışmağa. Xüsusən Əli bəy çox yaxşı o incələmələr verdi, Bədirxan müəllim. Mən Arifi 1973-cü ildən tanıyıram. 73-cü ildən tanıyıram. Son görüşümüzdə 78-ci ildə olubdur. Biz 5 il bir yerdə oxumuşuq və biz Arif dediyimiz heç yadıma gəlmir. Biz tələbə dostlar hamımız ona Acal deyərdik. Acal deyərdik. İndi bunu burada o sonraki nəsil o tanıyana bilməsələr də, yəni bunun ev adamları, doğmaları, yaxın ətrafları çox yaxşı bilirlər və bunun bir səbəbi də vardı. Çünki bizdən başqa bir Arif də oxurdu və siz onu hamınız çox gözəl tanırsınız. Arif Əmrahoğlu. Və ona görə biz bunları fərqləndirmək üçün birini Arif deyirdik, o birini Acal deyirdik. Və mən ilk deməli sentyabr ayının birində, o vaxt yadınızdadır, dərslər sentyabrda başlayardı, o gözəl sentyabrda, o yaddan çıxmaz, unudulmaz sentyabrda başlayardı. Və həmin o sentyabr ayının birində, 73-cü ilin sentyabr ayının birində telefonun kalendarlarında da var, açıb baxa bilərsiniz. Deməli 6-cı günə düşür. O gün niyə mənim yadımda qalıbdır? Deməli, xarici ölkələr ədəbiyyatı deyilən bir dərs tədris olunurdu o vaxtı. Və bizim müəllimimiz də, biz o vaxtı, indi sonralar Əjdaha kimi tanıdığımız Vəkil Hacıyev oldu. Və biz girdik sinifə, auditoriya daha doğrusu. Və o Əjdahanı orada görəndə mən həmin gün dədəmə götürüm, məktub yazdım ki, dədəm, mən dərslərimi qoyub yarımcı qaydacım Naxçıvana. Elə həmin günündən bir-iki gün sonra bir də gördüm ki, atın itin nallayıb, durub gəlib ki, əbələ sən dəlisən, başı xarabdır, gəlib düşmüsən universitet kimi bir yerə, sən hara gedirsən, filan yersən, neysən. Dedim, yox ki, mən valla gəlib, mən səhv yerə gəlib düşmüşəm və mən buradan getməliyim. Dedi, niyə? Həm də indi atam gələnə qədər də bir 2-3 gün keçdi, bir nəsə bir haftaya yaxın bir keçdi elədi. Bilməm, Əli müəllimcinin yadında olar, o filologiyadan əlmanın laf dəqiq yadındadır. Filologi Məhərrəm müəllim hamısı yaxşı bilir. Deməli, ikinci mərtəbədə böyük bir auditoriya var idi, Əhbər müəllimin, Allah rəhmət eləsin, Əhbər müəllimin kafedrasının düz, deməli, axırıncı, ondan sonraki otağıdır. Ay, sağ olam. Deməli, baxdım ki, burada nəyə görə mən Arifi, sonra onu xatırlayıram belə dəqiqliylə. Baxdım, gördüm, bunlar elə şeylərdən danışırlar ki, valla bu nə kitabda var, nə dəftərdə var. O bir söz var, deyil, nə Tatın kitabında var, nə Tatarın kitabında var. Baxdım, gördüm ki, bunlar belə ayrı şeylər danışırlar, filan eləyirlər. Elə dədəm gələnə qədər də biraz elə material topladım ki, hələ o dərs o tərəfə. Çünki Vəkil müəllim də biz elə dəhşətli şeylər danışdı, elədik. Xüsusən də biraz əzazil adamıdır. İndi valla Vəkil müəllim Allah rəhmət eləsin, haqqını dərgahındadır, sözüm də yoxdur. Amma o qədər o canıma ki, qorxu düşmüşdü. Özdə 16 yaşında bir uşaq, o patoqun da ən balaca uşağı, həm də boyu balacası mənidir. Və canıma da elə bir xoş gəldi doldu ki, dedim, yox, mən mütləq buranı tərk edib getməliyim. Mən bunları burada görəndən sonra xüsusən də Arif Əmrahoğlunu və gördüm ki, Arif Əmrahoğlu burada elə şeylər danışırlar. Mən deyək ki, onları mən vallahi hələ bəlkə dünən sırağını təzə eşitdim ki, bunlar filan şeylərdə söhbət açırmışlar. İndi tək kətdən gələn uşaqlar, indi hamımız o tələbə ömrünü keçib gəlmiş adamlarsınız, hamımız dəqiq bilirsiniz. Elə birinci dərslərimiz oxuyurduq ki, hələ bir qabaqda hələ ağır sessiyalar var, filanlar var, beşməkanlar var. Pensiya almaq üçün heç olmasa, pensiya deyilində nə deyildi o vaxtı? Təqaütə, bunu almaq üçün heç olmasa bir baba toxumalıyız ki, o kətdə oturanlar heç olmasa bir əziyyət verməyək. Yəni 100 manat maaş alan adamın, tutaq ki, burada bir 40 manat maaş biz təqaüt alsaydıq, bu nə pisidir ki? Və günün birində nəsə dədəm bir təhər axır yola saldıq, getdi. İndi bunu da mən də dedim ki, bax bu şeyləri gördü. Dedə bala, indi hamı belədir. Sən deyin, Allah qoysa, yanvarda bir baxarıq görərik. Nət olur, bəlkə bir gəl çıxıq olmaz. Yəni indi Naxçıvan orada durub, Naxçıvan institutu durub, gələrsən, gedərsən. Orada Danabuzov otarmaq var, hər şey var, filan var, beşməkan var. Mən çox üzr istəyirəm hamımızdan bu söhbəti belə uzatmağımın bir mənası var ki, bax orada məhz o iki Arifin çox böyük rolu olubdur. Və Arif bir gün mənə dedi ki, Arif Əmrahoğlu,
Özdə mənə Bagirov deyirdi. Mənə heç o, biz 5 il bir yerdə oxuduq, heç vaxt mənə heç Abbas dedi yadımda deyil. Elə həmişə Mirzəhər Bağırova görə, o Bagirov sözünə görə həmişə elə mənə o adından əziz deyirdi. Hə, Bagirov deyirdi. Dedi Bagirov, sən götür bu kitabları turla, indi bizim əziz Cəmil müəllimimiz buradadır. Cəmil müəllim o yadınızdadır o qalın SVKP tarixi. Götürdü o qızlar yataqxanasının üzdə olurduq, götürdü oradan tulladı aşağı. Arif də buradaydı. Arif Azad tez-tez gəlirdi yataqxanaya. Arifin biraz imkanları vardı, o yataqxanada qalmırdı. Arif bizlə qalırdı, Əmrəoğlu. Və onda mən durdum ağlayaqla getdim, kitabı gətirdim ki, Xəliləlimiz evdə, Allah rəhmət eləsin, bizə dərs deyirdi. Gətirdim və getdim, axırda imtahanla 5 aldım. Xəlil müəllim onda mənə bir söz deyir. Dedi ki, valla sən gəlib bu fakültəyə səhv düşmürsən. Dedim, Xəlil müəllim, valla mən bunu elə birinci gün dedim, məni dinləyən olmadı. Dedi, gəl sən keçirdin tarix fakültəsinə. Gəl keçirdin tarix fakültəsini. Sənin yerin tarix fakültəsidir. İndi o vaxtda tarix fakültəsi bilirsiniz da, bu katib fakültəsi hesab olunur ki, buranın qutarına gəlib katib olacaq falan eləyəcək. İndi bizim rayonda zatda da indi olmasaydı ki, uzaq bir yerdə işləyə bilərdim falan eləyərdim. Nəysə, Arif bu kitabı atdı, mən onda başa düşdüm ki, bunların nəsə bildiyi bir şey var. Və sonralar o dərnəkləri gördüm, filanları gördüm, beşməşərləri gördüm. Arif Azal onda mənə bir söz dedi. Dedi ki, Əlabbas, Arif o kitabı atanda mən sənin yanındaydım, sizin yanınızdaydım. Sən dərsləri yaxşı oxuyursan, sən yaxşı tələbəsən, gözəl tələbəsən, üzü yola uşaqsan, sakit uşaqsan. O böyüklər mənə həmişə çörək almağa göndərirdilər, kalbas almağa göndərirdilər. Mən də sakitcə başım salbaşağa gedib gətirirdim, alırdım, eləyirdim ki, heç kim məndən işi olmasın. Nəysə sözüm bunda yoxdur. Bax, o adamlar məni başa saldılar, hər ikisi mənə dedi ki, bunun dalınca fəlsəfə gələcək, diamat gələcək, tarmat gələcək, elmi kommunizmə gələcək. Dedi, at bunları, at bunları. Sən əgər qabiliyyətin var, mərifətin var, ədəbin var, ərkanın var, ağırlı olmasan, sən gəl, qoş ilə biz dediyimiz yoldan git, sən get bir yola çıxasın. Və birinci kursda mən 5 imtihanımız vardı, 5-indən də 5 aldım. 5-indən də 5 aldım, sözüm bunda yoxdur valla. Mən heç bunu qətib ilə dilə gətirmək istəmirəm. Amma mən ondan sonra bütün hər şeyin başını buraxdım. Həmişə Ariflərin yanında oldum, sözün hər iki mənasında. Həm qardaş kimi, həm də Arif olan insanlar kimi. Və mən söhbətimi yekunlaşdırım. Sizin görürəm ki, vaxtınızı alıram, baş ağrısı olur. Deməli, Arifin ömrünü həmişə duman içində gördüm. Arifin o elmi kommunizmiya, Arifin o fəlsəfə dərslərinə, Arifin o başqa elmlərə necə yanaşdığın mən gördüm. Hələ yadımda diyor ki, Arif bir dəfə o 90 dəqiqənin birində axıra qədər bizdən oturmuş olardı. Bağırdı ki, Arif dərsin əvvəlində yoxdur, axırında gəl bir 5 dəqiqə orada olur, çıxır gedir. Və ona görə də onun haqqında burada bir yazı yazanda yazmışdım ki, dumanlar içində. Arifin ömrü mənim üçün tam belə dumanlar içində keçibdi. İndi onu burada belə deyək ki, çox uzaqlardan bir 50 kil bundan qabaq tanıyanlardan biri mənəm də burada. İndi o ailə üzvlərinin çıxmaq şərti ilə. Və mən Arifi həmişə doğrudan belə bir qəribə belə bir ab-havada gördüm, qəribə bir atmosferada gördüm. Arifin o danışıqları, o təfəkkürü, o düşüncəsi, hər şeyi tamam fərqli idi. Arifin o ki, aşıq sənətindən danışmağı, sazdan danışmağı, hələ onda gəlib, məsələn, o birinci il dedim, o künsdə eşitdiyim sözlərdən biri, məsələn, türkologiyaydı, biri, məsələn, mifologiyaydı. Və sonra da bizim müəllimimiz oldu, Allah rəhmət eləsin, Mirəli Seyidov. Və Arif bir gün mənə dedi ki, Əmrəoğlu, dedi ki, sənin xəbərin var ki, Arifin kitabı çıxacaq. Dedim, yox. Dedim, tələbə hara, kitabı o vaxt professorların kitabı çıxmırdı. Dedi ki, Mirəli müəlliminə kitab yazırlar. Mən onda həqiqəti dərk elədim ki, bunlar o SVKP tarixinin əlindən ona görə alıb durulublar ki, bıraq bunların başını. Bıraq bunların başını. Arif Universiteti nə vaxt qutardı? Arif Universiteti necə qutardı? Və Arif Universiteti ümumiyyətlə qutardı mı? Hətta indinin özündə də mən bilmirəm. Bilirsiniz nəyə görə? Valla mən o sözü ilk dəfə o mifologiya sözünü onda eşitdim, və gördüm ki, o dilin də bir müfiqqatı var, düşüncənin də bir müfiqqatı var, insanlığın da bir müfiqqatı var. O qata gedib çıxmaq hər adamın işi deyil. Hər adamın işi deyil. Bax, mən bunu Arifdə görmüşdüm. Ariflə bizi deməli 78-ci ildə ayrıldıq, getdik, amma Arif sonra mənə bir söz dedi. İllər sonra Arif indi əlbəttə o yazı yazan adamın, bu yazı pozan adamın biri uman yeri, küsən yeri olur ki, ən yaxın dostlar onun yazılarını oxusunlar.
Arif Əmiroğlu mənə dedi ki, dedi Arif Türkiyəyə gedirdi. Dedi Əlabbasa bir salam davam çatdırarsan, deyərsən köhnə kino oxudum, çox xoşum gəldi, davam eləsin. Onda dedim, hə, vallahi bu adam nə qədər böyük adammış. Çünki Arif mənim bir cümləmi də oxumamışdı və Arif bilmirdi ki, mən ümumiyyətlə mən yazı yazıram və yazmıram. Və inanın ki, o sözün havası məni hələ bu gündə yaşadır. Və Arifin o bir dənə sözü mənim üçün inanın ki, Mövlud Süleymanlının verdiyi o xeyir dualardan, o dırnaqarası xeyir dualardan 1000 dəfə ötədir, 1000 dəfə öndədir. Allah ona rəhmət eləsin, Allah onun qəbrini ondan doldusun. Və belə Azərbaycan alimi belə deyəkdir, bir evdən yox, eldən gedən kişidir. Allah rəhmət eləsin. Mübarək bir insanın adını anmaq üçün bir araya gəlmişik. Arif Hacıoğlu'nun elmi fəaliyyətindən bağlı, həyat yaradıcılığından bağlı həm bu kitabda çox böyük mətləblər var, həm də dəyərli bilginlərimiz gözəl çıxışlar elədilər. Mən oralara varmayacağım, çünki o sahənin adamları gözəl araşdırıcı bir söhbətlər elədilər, çıxışlar elədilər. Arif Hacıoğlu'nun bizim İncə Dərəsinə özəl bir münasibəti var idi. Mən oradan tanıyırdım. Məmməd İlqarın ona yazdığı şeir var idi və sonra maraqlanırdıq ki, bu Hacıoğlu kimdir? Ağamalı Sadiqlə, Akif Səmətlə dostluq eləyirdi. Mən yaşca onlarla çox kiçik idim, amma hər halda onların bir-birinin çevrəsində olan adamlar məni ilgiləndirirdi və oradan tanıdım. Sonra bir gün Məmməd İlqarın evində düzənlənən bir sazlı sözlü məclisdə bir araya gəldik. Orada daha yaxından tanıdım. Sonra Arif Hacıoğlu'nun ümumiyyətlə irfan ədəbiyyatına, irfana münasibətinə bağlı bir şeylər oxumamışdım düzü. Bizim ortaq dostumuz Mirsədi Mirlər, bilmirəm buradadırmı? O bir gün mənə telefon açdı ki, bəs Arif bəy buradadır, sənin haqqında danışırdıq. Dedi, dur gedək Sumqayıta, gedək görüşək. Gəldilər, biz bir yerdə görüşdük, sonra nahar fasiləsi, bizim nahar fasiləsi 5 saat çəkdi. O müridlərin samovar çayı qaynadı, onun ətrafında çoxlu söhbətlər elədik və mən onun nə qədər dərin bir insan olduğunu fərqinə vardım. Yəni, bütün sahələrə, millətə daxil olan ilk dəfə irfanın milliliyindən, millətin irfanından danışdı. Gördüm, bunlar bir-birinə necə bağlıdırlar. Ələxüsusda indi bizim mənsub olduğumuz Nəqşibəndi təriqətinin dərinliklərindən və onların millət, vətən uğrunda çarpışmalarından danışdı. Və ondan sonra Arifə mən daha çox vuruldum. Və burada çox təəssüf ki, kitabın əvvəlində deməli Arif Hacıoğlu'nun çevirdiyi kitabların da siyasi var. Orada Əl-Kərimin kitabının adı yoxdur. Əl-Kərimin 90 illik yubileyi ərəfəsi idi. Rəhmətli Qənirə xanım gördü ki, bir tərpəniş yoxdur ölkədə. Məni də çağırdı, paşanı da çağırdı və biraz da necə deyərlər, danlaqla ki, və siz hara baxırsınız? Sən Əl-Kərim adlı poeziyevinin direktorusan, sən də Əl-Kərimin oğlusan, heç bir hərəkət yoxdur. Və həmin vaxtda Əl-Kərimin 3 kitabı nəşr olundu. Həm Azərbaycanda, həm Türkiyədə. Türkiyədə kitabın aqibəti nətər idi? Eləcə paşa dedi ki, Arif Hacıoğlu deyirdi ki, nə vaxtsa o kitabı mən çevirmişəm. Sonra deyəsən Türkiyədə o kitaba sahib duran olmayıb nəşrdə və qalıb. Həmən əlaqəyə keçdim Arif bəylə. Dedi, valla doğrudan da bütün tam külliyatını çevirmişdim. İndi az sahiblərin olmadı, mənim bilgisayarım da sonra formatlandı. Bilmirəm, harada qalıb, qalmayıb. Sonra mənə telefonla geri dönüş elədi ki, o faylı Əl-Kərimin ruhu qoruyubdur. O faylı tapdım və çox akademik bir nəşr oldu. Arif Hacıoğlu'nun çevirməsində Əl-Kərimin tam külliyatı Türkiyədə işıq üzü gördü. Bir kəlməni sözümü yekunlaşdırıram. Ümumiyyətlə, bilik adamlarının adətən o daxilinin zənginliyi bəzən onların sifətlərində də təcalla eləyir. Amma bəzən, həmişə yox. Arif Hacıoğlu belə bir insanıdır. Onun alimliyini, bilginliyini, onun dərinliyini
O deyir, baxır oradan bəri. Sifətinin cizgilərindən də oxumaq oldu. Ruhu şad olsun. Bu cür insanlar heç zaman unudulmayacaqlar. Sizin də hər birinizə təşəkkürlər ki, belə bir məclis, belə bir şey düzənləmişsiniz. Sağ olun. Sağ olun. Hamınızı salamlayıram, hamınıza təşəkkür edirəm. Gerçəkdən, yəni Arif Acaloğlu'nun yoxluğu hamımızı şaşırdı. Çünki Arif bəylə biz ölümündən bir neçə gün qabaq danışmışdıq. Bakıya gəlməli idi, hətta mən Türkiyədə onunla danışmışdım. Anlaşmışdıq ki, Bakıda görüşəb, daha böyük bir planımız var idi. Necə deyərlər, Turanla bağlı, şərqə doğru, Altaylara, Orta Asiyaya doğru bir planlarımız vardı. Ani bir qəza ilə itirdik, getdik. Əlbəttə, bizim hər birimiz günün birində gedəcəyik. Amma burada da deyildiyi kimi, Arif Acaloğlu kimi insanların itkisi çox ağır olur, hər zaman tez olur. Yəni, Arif bəy 100 yaşında da ölsəydi, bizim üçün böyük itki olacaqdı sanıram. Eləcə də o gün çox böyük itkimiz oldu. Bəli, Arif Acaloğlu universitetə daxil olduğu gündən özünü bəlirləyib, amma mən hesab eləmirəm ki, o gün bəlirləyib, o elə genindən gəlirdi, genindən göstərirdi onu. Burada çox hörmətli Cəmil Həsənli oturub, hörmətli professorumuz və Əbülfəz Elçibəy müşavir olub, özü də təsdiqləyər yəqin ki, Əli müəllim də qeyd elədi. Arif Acaloğlu Prezident Elçibəyin xüsusi fövqəladə səlahiyyətli nümayəndəsi idi, türklüylə, Turanla bağlı idi. Necə ki, Əfqanistandan bura əskər gətirməyə, döyüşçü, könüllü gətirməyə düşünürdü. Eləcə də Türk dünyasından bağlı çox böyük işlər görmüşdü. Arif Acaloğlu inciməyin, yəni alimlər siz burada çoxlarınız. Bəzi alimlərin, xüsusən Cəmil müəllim yaxşı bilir, tarixçilərin bəziləri getmədiyi yerdə belə araşdırma aparır, orayla bağlı əsərlər yazırlar. Mən qətiyyən onları pisləmirəm, amma Arif Acaloğlu bu Türk dünyasının hər yerini gəzmişdi, qarış-qarış gəzmişdi və bilirdi, bilinçli gəzmişdi. Humilyovdan, böyük insanlardan dərs almışdı və onu reallaşdırırdı. Arif Acaloğlu'nun yəni, bəzən deyirik ki, əsər yazmadı, çap eləmədi. Amma bir şey də var da, bugün bütün dünya süni intellekt üzərində odaqlanıbdır. Nə soruşursan, həm anında cavab verir. Arif Acaloğlu isə böyük bir, dərin bir, təbii intellekt idi ki, türklüylə bağlı, mifologiya ilə bağlı nə desən, oradan həmən cavabını alardın. Bu, böyük bir itki idi, bəli, əlbəttə. Arif bəy alimliyinə dediniz və deyəcəksiniz, kitablar yazılacaq, amma onun milli ilə bağlı, türklüylə bağlı gerçək böyük bilgiləri vardı. Hətta 1993-cü ildə Bakıda baş verən, Azərbaycanda baş verən o zamanki olayların iştirakçılarımız burada bilirik. Amma necə deyərlər, yenə də dönürəm ona, Əbülfəz Elçibəy onu Türkiyəyə göndərmişdi. Elə belə getməmişdi, Cəmil müəllim sizin yenə yadınızda olar. Və o çevrilişlər, o hadisələr Arif Acaloğlu'na və yaxud da türklük haqqında böyük düşünən insanlara, strateji düşünən insanlara, necə deyərlər, vız gəlirdi. Elə bir əhəmiyyət yoxdur, çünki gələcəyi düşünürdü, bugünü düşünürdü, bugün gəlib çatıb. Bir də bir şey deyim sizə, yenə soruşuldu ki, alimlərin, böyük insanların sağlığında niyə dəyər verilmir, niyə onlar öləndən sonra deyilir. Nə yazıq ki, bu gerçəkdir. Bu, amma mən hesab edirəm ki, Sovet, Stalinizmlə, bilmirəm, yenə də sizlər, alimlərsiniz, daha yaxşı bilirsiniz. Məncə onunla bağlıdır ki, bizim elə repressiya ediblər, elə zombiləşdiriblər ki, bizi bugün məhv olmaqdayıq. Yəni, Cəmil Həsənli ilə mən tonlarla olmasa da çox düz söylək kəsmişik, dost olmuşuq. Amma olub bəzən fikirlərimiz ayrılıb, bir-birimizdən incik də düşmüşük. Amma Cəmil Həsənli kimi tarixçi çox azdır. Müasir tariximizi gözəl yazan insan çox azdır və Cəmil Həsənlinin böyüklüyü oradadır ki, bir
Üzeyir Hacıbəyli qələmi var onda, bir talant var onda. Amma bu gün onu dəyərləndirmirik çünki siyasi baxışına baxırıq insanların. Biz hələ ki bu 35 illikdə olan müstəqilliyimizdə dövlətçilik ənənələrini elə qurmalıyıq ki, qurmamışıq. Elə qurmalıyıq ki, o insanlara dəyər verək. O insanlardan biri də böyük, gerçəkdən o özünün çalışdığı sahə, antropologiya, mifologiya və bugün o mifləşmiş ruhu ilə bizlə bərabər olan Arif Acaloğludur ki, Arif Acaloğlunun böyüklüyünü zaman-zaman biz biləcəyik. Kitabları çap oluna da bilər, olunmaya da bilər, amma insan böyük işlər gördü. Milli Azadlıq, Azərbaycan Milli Azadlıq Hərəkatında 88-ci ildə deyil, elə 73-cü ildən başlayaraq rol oynamışdı və Arif Acaloğlu 1988-ci ildə bizim o hərəkat başlayanda artıq onu qanında, canında daşıdırıb gətirmişdi. Hörmətli Əlabbas müəllimin, Əlabbas bəyin, mənim əzizim Əlabbas qeyd elədiyi kimi, Sarıköpə tarixini pəncərədən atanlara etiraz eləməyən, normaldır deyir, Əlabbas, sakit ol. Zaman gələcək, sən bunu biləcəksən və Əlabbas bunu gördü. Bugün Milli Hərəkatçılar Birliyi yaradıldı. Bundan bir neçə il əvvəl burada çox möhtərəm rəhbərliyi iştirak edir. Onlar da hamımızı bir daha salamlayıram dostlar. Milli Hərəkatçılar Birliyinin sədri idi Arif Acaloğlu. Arif Acaloğlu çox böyük insan idi və o böyüklüyündə qalmaqda davam edir. Amma nə yazıq ki, işlərimiz hələ ki yarım qalıb. Ümid edirəm ki, Azərbaycan dövlətinin də düşündüyümüz o Turanın da, bütöv Azərbaycanın da Əli Şamil məxsusi qeyd elədiyi kimi, bütöv Azərbaycanın da, Güneyli, Quzeyli Azərbaycanın da və Türk dünyasının da birləşməsində Arif Acaloğlu'nun attığı imzalar davam edəcək. Hamınıza təşəkkür edirəm. Arif bəy də böyük sevgi və sayğı ilə anıram. Nur içində yatsın. Sağ olun. Kəlmə söz deməyə özümə borc verirəm. Çünki Arif ilə mən sözün hərfi mənasında dost olmuşuq. Biz bir çarpayda dəfələrlə olubdur ki, başa yatmışıq Ariflə. Mən 88-ci ildə aspirantoriya, üzr istəyirəm, 82-ci ildə aspirantoriya girəndə aspirantoriya girdiyim gündən də tanış olmuşuq. Oradan da bu tərəfə həmişə dostluğumuz və münasibətlərimiz Ariflə davam edibdir. Arifin haqqında burada nə deyiblər, hamısı haqdır, azdır, amma Arifin haqqında deyilir ki, Arif kifayət qədər tanınmadı, Arif kifayət qədər tanınıldı. Hətta, bəli? Səs problemi. Deyir, Arif kifayət qədər tanınıbdı. Arif'i demiyorlar ki, Türk dünyasında tanımayan, irəli gələnlərdən tanımayan kimsə yoxdur. Ta Yakutiyadan tutmuş Türkiye'ye qədər. Amma Arif Azərbaycanlı idi. Azərbaycan insanıydı. Azərbaycanla nəfəs alırdı. Azərbaycanla yaşayırdı. Hətta bir dəfə bir məsəl çəkdi. Dedim ki, Arif belə çox da aktiv görünmürsən. Bilirsiniz, son dövrləri Arif Türkiye'de yaşayırdı. O Emin Ağadan bir məsəl çəkdi. Məlumdur ki, Emin Ağa Acaloğlular həmin soyad daşıyırdı. Dedi ki, Emin Ağa Sibir'e sürgün olunmuşdu, sonra Sibir'den qayıtmışdı. Günlərin bir günü Emin Ağa'ya məsləhət verirlər ki, Emin Ağa, sənə burada Çar Rusiyası məmurları yaşamağa imkan vermir. Bəlkə Osmanlı'ya gedəsən. Emin Ağa dedi ki, Osmanlı'ya getməyinə gedməyə, ancaq Osmanlı'da kim bilir ki, mən Emin Ağa'yam. Burada mən tanıyırlar ki, Emin Ağa'yam. Yəni bu mənada Arif təpədən dırnağa Azərbaycanlı idi, Azərbaycan insanıydı, Azərbaycandan belə deyək, nəfəs alırdı. Və bununla yanaşı, Arif'in fikirləri yaşayır. Arif'in elə insanlar var ki, biz bilirik, onlar diri olduğu halda nə haldadılar. Amma Arif'in bugün biz bir çox fikirlər var ki, onları deyirik, adi bir söz kimi deyirik. Elə bilirik ki, bu normal fikirdir. Sizi inandırıram ki, o fikirlərin əksəriyyətinin müəllifi Arif Acaloğlu'dur. Özümüzdən asılı olmayaraq, normal bir gerçimində şükür ki, də belədir. Bir çox bugün, elə bir ki, o düşüncə sistemi bizim üçün qapanmışdır.
Rus imperiya sisteminin Azərbaycan beyninə, şuuruna yer etdikləri o belə deyək də hörümçək torunu qırıb parsalayanlardan biri idi Arif Hacalov. Hörümçək torunu. Yəni Arif Hacalov fikir generatoru idi. Arif Hacalovun elə bir sahə yox idi ki, orada bir yenilik aşmasın, bir söz deməsin. Son dərəcə qiymətli və necə deyirlər, necə olmalıydı prinsipindən. Bizi nə hala gətiriblər? Bax, Arifin bir zəka sahibi kimin rolu ondaydı ki, Arif bizim üçün qurulmuş o fikir torunu qırıb parçalayıb dağıda bildi. Dağda bu şəkildə dağıdan insanlardan biri və bəlkə də birincisi idi. Belə desək haqlılardı Arif. Arif savadına görə Arif qədər mən elə bir ikinci savadlı adam tanımıram. Bilirsinizmi? Elə həftə olmazdı, elə ay olmazdı ki, Arif akademikiniqadan, o vaxt elə gedirdi ki, akademikiniqadan yüzlərlə kitab aparmasın. Sizi inandırıram ki, Arif nə qazanırdı, nə qazana bilərdi Arif? Ayda 150 manat maaş alırdı o vaxtı Elmlər Akademiyasında. Olurdu da məsələn tərcümələr edirdi filan da orada nə pul artırırdısa hamısını o kitablara verirdi. Və mən akademiyaya gəlib aspiranturada olanda mən Arifi, heç onda mənim xəbərim yox idi ki, ağlıma gəlmirdi ki, Arif universitetin tələbəsi ola bilər. Mən hətta bu Muxtar İmanovdan soruşanda ki, Arif, bu oğlan, bu Arif dediğiniz bu adam nedir? Alimdir mi? Professordu mu? Yani rayonundan kənddən gəlmiş adamı mühiti tanımırdım mən. Onlar güldülər, dedilər yox, sadəcə universitetin tələbəsidir. Amma universitetin tələbəsi olmasına baxmayaraq, Arifin Ədəbiyyat İnstitutunun hər elmi şurasında məhrəm buradadır, zanlı şahid, hər çıxışı böyük bir hadisə idi. Hər çıxışı böyük bir hadisə idi. Arif hətta bir dəfə Məqsəd müəllimə imtahan vermişdi. Məqsəd müəllim ağzını açıb bir neçə cümlə deyəndən sonra Məqsəd müəllim demişdi ki, bu deyəsən axı şkolnik deyil, yəni adicə imtahan verən bir tələbə deyil. Arif Ədəbiyyat İnstitutuna imtahan verəndə 2 cümlədən sonra Arif müəllim yenə də bizim Arif Səfiyə var idi, Allah ona rəhmət eləsin, dedi ki, kifayətdir. Yəni Arifin verdiyi imtahan sadəcə bir belə deyək də aspirantın verdiyi imtahan deyildi ki. Və mənim elmi həyatımda Arifin son dərəcə böyük rolu var. Arif hansı belə deyək də ölçülərlə elmin içərisində girmişdisə, mən də həmin ölçülərdən davam etməyə başladım. Mənə elə bir ki, o sərhədli mənim üçün cızmışdı hardan. Ona görə də bizim Yakutiyadan tutmuş Tuvaya qədər, Tuvadan Altaya qədər, Altaydan Orta Asiyaya qədər, oradan Qazaxıstana qədər bütün Türk dünyasının tarixi, etnografiyası, folkloru ilə bağlı nə var idisə hamısını oxuyurduq. Əlbəttə, mənə qədər Arifgil çox oxumuşlar. Çünki mən rayondan gəlmişdim. Arifgil gedər 10 il səs eləmədən başım sarbaşağı oxumuşam. 10 il. Və bütün bunlar, təysə o deyil. Bizim elə bir, belə deyək də, mühitimiz var idi ki, bizim mühitə düşən hər bir adam bizim söhbətlərimizə qulaq asandan sonra deyirdi ki, mən də mövzu götürüb müdafiə edəcəyəm. Yəni, onların cazibəsindən çıxmaq mümkün deyildi. O adamlar da oradan da elm aləmində böyük iş gördülər, amma daha böyük işlər görə bilərdilər. İndi hər şey, o Talehin də bir yazısı var. Talehin yazısı elə gətirdi ki, Arif özünün enerjisini, potensialını mən sizə deyim ki, %1'ini eləyə bilmədi, sərf eləyə bilmədi, realizə eləyə bilmədi, bəli. Yəni, Arif kimin insanlar, indi biz məsələn, keçmişə baxanda bizim klassiklərimizi ideallaşdırırıq, elə haqlı da ideallaşdırırıq, ha. Amma o klassiklər həm də bizim öz dövrümüzdə yaşayırdılar. Bizim dostlarımız idi, yoldaşlarımız idi, bizim tanıdığımız adamlar idi, çayxanada oturduğumuz adamlar idi. Bir gün Arif Bey mənə soruşdu ki, sizin sədərəkdə səsim çatmır. Sizin dövüşləriniz hansı üsulla gedir? Dedim, Arif Bey, böyle üsul yox deyil, biz bu tərəfdən atırıq, oradan da ermənləri atır, biz vuruşuruq da. Dedi, yox, bunların bir forması var, bunun bir
Aypara döyüş formasını mənə izah elədi. Mən gördüm ki, Arif bəy doğrudan döyüşçüdür, hərbiçidir. Elə akademik səviyyədə hərbiçidir. Həm də Arif bəy çox sərbəst idi. Hər tərəfdən sərbəst idi. Bir gün mənə zəng elədi. Bəy, haradasın? Dedim, balqondayım. Dedi, bizə bir çaydandan gəlir, Qorxmaz bəylə gəlir sizə. Arif bəyin elə bir səmimi münasibətləri var idi ki, burada tələbə yoldaşları var, danışdılar, onunla bir yerdə oxuyan, onunla dərs alan, ona dərs verənlər danışdılar. Arif bəy əsl türk idi, türk oğlu türk idi və öz türklüyünü bütün sahələrdə, həm elmi, həm incəsənət, həm iqtisadiyyat, həm də dediyim kimi hər bu sahədə istər-istəməz bildirirlər. Arif bəyin aramızdan getməyi çox, sözün doğrusu, mən heç vaxt ölümdən də qorxmamışam. Elə nə türmədə olsun, nə döyüşdə olsun, ölüm haqda hamımızda öləcək. Amma belə uzun ölüm, həm də Arif Rəhimoğlu'dan sonraki belə bir ölüm çox pis təsir eləmişdir. Məsələn, biz hərəkədə yeni başlayanda 88-ci illərdə bizim 20 yaşlarımız var idi, Qorxmaz bəy bilir burada. Bizim itirdiyimiz bir dənə Xudun müəllim idi. Çox təəssüflərindir ki, Xudun müəllim rəhmətə gedir. Ondan sonra rəhmətə gedən yox idi. Maşallah, hamımızı da indi yaşlanan ağsaqqallarımız, dostlarımız, onlar elə bizdən 5-6-5-10 yaş fərqlən idilər, amma indi itirə gəlir. İndi bizim yarpaq döşün vaxtlarımızda hamımızdan xahiş edirəm, özünüzü qoruyun. Hamımızdan xahiş edirəm, Arif bəyin haqqında dediyiniz sözlərə görə minnətdarlığımı bildirirəm, təşəkkür edirəm və bir daha xahiş edirəm ki, özünüzü qoruyun və gələcək nəsillərə nəsə yazın. Arif bəyin çox əlişamil deyildi, yaz, Arif bəy də biraz cığal idi o barədə, yazmanı sevinirdi. Amma siz də yazın, təşəkkür edirəm, çox sağ olun, üzr istəyirəm. Onlar var ki, onlar haqqında danışmamaq olmur. Mən hər zaman demişəm, milli liderimiz Məhəmməd Əmin Rəsulzadə haqqında danışmaq borcumuzdur. Türkçülük, sosializminin, türkçülüyün atası saydığım Əli bəy Hüseynzadə haqqında danışmaq borcumuzdur. Və müasir dönəmimizdə elə şəxsiyyətləri var ki, onlar haqqında xatirələrimizi bölüşmək də həm də vəfa borcumuzdur. Arif bəyi çox erkən itirdik. Arif bəyin həm elmi fəaliyyəti, həm ictimai fəaliyyəti yarımçıq qaldı. Düşünürəm ki, yolu davamlı olmalıdır. Haqqında çox ətraflı danışdılar, geniş danışdılar. Bugün Arif bəyin xatirələrinə həsr olunmuş, Arif bəyin dialoqlar, xatirələr həsr olunmuş, onun həyat yoluna həsr olunmuş Uzaq Yolların Adamı kitabının təqdimatıdır. Sabah onun doğum günüdür. Düşünürəm ki, ruhu şad olsun və ruhu şad olacaq. Çünki elə insanlar var ki, onların fiziki yoxluğu ilə onlar aramızdan getmiş kimi görünmür. O cümlədən Arif Hacıoğlu. Arif bəylə az öncə, Arif bəydən təkcə bir il öncə Arif Rəhimoğlu'nu itirdik və bu itki Siyavuş bəy də dediyi kimi çox ağır baha başa gəldi Azərbaycanda ictimai fikrə. Hər halda çox danışmayacağım. Bizim kanal çəkir. Mən düşündüm ki, sözlərimi orada deyəm. Arif bəyin ruhu şad olsun bir daha. Kitabın təqdimatına təşkil etdiyinə görə Azərbaycan Türk Ocağına Akif bəyə, kitabı ərsəyə gətirən bütün redaksiya heyətinə, Nərman bəyə və hər kəsə təşəkkür edirik. Bir daha Arif bəyin və türkçülük yolunda həyatını itirən hər kəsin ruhu şad olsun deyirəm. Xatırlayıram ki, Ədəbiyyat İnstitutuna işə başlayanda artıq mən Arif Hacıoğlu'dan tanış edim və Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayev ki, hər yazını bəyənməzdi və hər adamı da alim kimi qəbul etməzdi. O zaman Arif Hacıoğlu elmi dərəcəsi də yox idi. Amma Yaşar Qarayev bunu professor səviyyəsinə qəbul edirdi. Azərbaycan ədəbiyyatı tarixinin şifahi xalq ədəbiyyatı nəsr olunan birinci cildi üçün mifologiya oçerkini 6 nəfər yazmışdı. Hamısı elmlər doktorları, professorları idi və Yaşar müəllim
çox tələbkar adam idi. O çeklərin hamısı geri qaytarmışdı, qəbul etməmişdi. O müəlliflərdən 5-i artıq həyatda deyil, bunlar şad olsun. Və Arif Acalıoğlu yazası oldu o çerki. Mifologiya o çerki 6 nəfərin demək professorun, elmlər doktorunun mifologiya çerkini geri qaytaran Yaşar Qarayev, Arif Acalıoğlu o çerkini qəbul edir. Professor Qasımlı xatırlayır onu, həmin ciddi redaktoru kimi. Mifologiya o çerki 2-ci nəşrdə də demək Arifin imzası da getdi. Arif bəy sözün böyük anlamda turancı idi. Özdə o yeni dövrün turanclarından deyildi, yəni onun turanclığı əqidə məsələsi idi. 80-ci illərin əvvəllərindən o bu yolu tutub gedirdi və hələ 1992-ci ildə Oğuz Elik qəzetinə verdiyi Türk evini qurmalıyıq adlı müsahibəsini oxuyanlar bilirlər ki, Arifin bu barədə mükəmməl konsepsiyası var idi. O, Türk dövlətlərinin birliyini federasiya şəklində görürdü və bu fikrini müxtəlif formalarda səylə əsaslandırırdı. Arifin bir antropolog kimi, folklorşünas kimi yazılı irsi çox azdır təəssüf ki. Amma onun bir xeyli də Türkiyənin müxtəlif televiziya kanallarında verdiyi müsahibələr YouTube'da qalır. Nə gözəl. Və nə qədər ki onlar orada qalırlar, təbii ki onların yəqin ki daha uzun müddətli daşıyıcılara köçürüb saxlanılması da məqsəd uyğun olardı. Arifin çox saylı dərk olunmamış yazıları var. Mən onlardan bir neçəsi ilə də tanışam. Yəqin ki onlar da üzə çıxacaq. Arifin bənzərsizliyi həm də onda idi ki, o istər elmi məsələlər olsun, istərsə siyasi məsələlər olsun, həmişə fərqli fikirlər söyləyərdi. Hər hansı bir olay baş verirdi, demək ki, aşağı yuxarı hamı eyni fikri söylüyor. Arif Acalıoğlu fərqli bir fikir söylüyor. Hamıdan fərqli və bütün fikirlərin də əksini olan. Və nəticədə də biz gördük ki, onun dedikləri özünü doğrultuyor. Bugün baş verən ictimai siyasi hadisələr, istər Azərbaycanda, istər Türk dünyasında, bütün dünyada onların hamısına 90-cı illərin əvvəllərində Arif yazırdı və deyirdi. Və bir sıra şeylərdə həmişə deyirdi ki, bunları yazmağın və deməyin zamanı çatmıyor. Bunları mən desəm, yerindən oynayar. Amma zamanı qədər bunları da yazacağım. Yazıqlar olsun ki, Arif bəy 2023-cü ildə Bakıda Əhmədoğlu və Türk Dünyası Beynəlxalq Elmi Konferansı keçirilirdi. Onun Azərbaycanda iştirak edəcəyi ilk beynəlxalq elmi konferansıdır. Deyirdi ki, mən müxtəlif beynəlxalq elmi konferanslara çox qatılmışam. Türkiyədə, Orta Asiyada, Avropa ölkələrində. Amma Azərbaycanda bu mənim birinci beynəlxalq elmi konferansım olacaq. Qismət olmadı. Amma Arif həm də həmin konferans üçün çox orijinal bir yazı hazırlamışdı. Əhmədoğlu'nun üç mədəniyyət əsəri kontekstində mədəniyyət, kültür, sivilizasiya anlayışları və həmişə də deyirdi ki, bizdə bu üç anlayışı bir-birinə qarışdırırlar. Və mən çalışmışam ki, həmin anlayışların fərqinə burada Əhmədoğlu'nun əsəri əsasında şərh edeyim və şərh eləmişdi. Arifin demək, yazılı irsi bir yana özünün şəxsiyyəti barədə burada çox şeylər danışırdı. Əli müəllim Şamilin dediyi o məsələləri mən onu öz dilindən eşitmişəm. Onun nə qədər əziyyət çəkdiyini, uzun müddət onun öz personal gelişi də qadağan olunmuşdu. Və hətta ona deyirdim ki, Arif, mən bu məsələləri bilmirdim. Sən Məhəmməd Altınbay kimi təyyarı da qaçırmışsanmış, sən demə. Yəni, bu da rəciyə qədər var idi məsələlər. Və onun o qatı ki, Əli müəllim dedi, onu çox sağ olun Əli müəllim. Onu sizdən başqa heç kim danışmamışdır və çox az adam bilir. Yəni, onun başqa fəaliyyətləri də olmuşdu. Nihat Çətinqaya ilə birlikdə çalışarkən, həmin o Qarabağ Savaşına verdiyi dəstək, onun nəysə bir sıra məsələlər var ki, onlar yəqin ki, kimlərinsə xatirələrində yaşayır. Və nəhayət, Arif Acalıoğlu Türk dövlətlərinin o zirvə görüşü təşkilata çevriləndə və Türk dünyası 2040 vizyon sənədi qəbul olunanda çox həyəcanlı idi. Və o zaman onun Türkiyə telekanallarında bir neçə müsahibəsi var idi. O vizyon sənədini əldə etmişdi və həmişə deyirdi ki, məndə şəxsi söhbətlərində bu 2040-a qalmayacaq, daha tez olacaq. Əgər işlər sürətlə getsə 2030-2030-ca bitməlidir. Və əslində elə də gedir o işlər. Amma təəssüf ki, Arif yoxdur. Bugün hər hansı bir hadisə baş verəndə bölüşmək üçün, fikir
fikir paylaşmaq üçün arif səviyyəsində adamın olmamağı insan için köynədir. Həmin anda misafirin yoxluğunu hiss edirik. Çox güman ki, burada çox adam Arif Hacıoğlu'nun yaradıcılığıyla tanış deyil. Yəni onun nə işlə məşğul olduğunu, çünki akademik səviyyədə biz onunla məşğul deyilik. Amma Arif Hacıoğlu mənə elə gəlir ki, bax, Yusif Akçuranın adı çəkildi, bu gün Əlbəy Hüseynzadə çəkildi. Biz türkçülüyün bitən yerində də belə qalxıb cücərin adamları görürük və bunların dayandığı hansı nöqtə var? Bunlar mifoloji təfəkkürə dayanır, türkün mifoloji təfəkkürünə dayanır. Arif Hacıoğlu da həmən bugün dəb halına salınmış, türkçülüklə məşğul deyildi. Pafoslu türkçülüklə məşğul deyildi. Arif Hacıoğlu gələcəkdə də türk millətində hər zaman Əlbəy Hüseynzadələr, Atatürklər, Yusif Akçurular yetiştirilsin deyə o mifoloji, türkün düşüncəsini qurcalayıb, eşəliyib yaddaş olaraq ötürən adamdır. Bu türk millətinin yaddaşıdır. Arif Hacıoğlu'nun dəyəri məhz bunun üzərindədir. Arif Hacıoğlu'nun yazılarının çoxunu oxumamışam, amma danışıqlarında həmişə qidalandığım nöqtə olur və həmişə türkçülüyü çox dərindən hiss etməyimin səbəblərindən biri də oydu. Kim ki görübdür onun məzarını orada, əgər bütün bu külliyyatını oxuyamayacağım, zamanım yoxdur, mənə 2 kəlmə ilə anlat çıxım gedim desəm, onun məzarının üstündə yazıldığı bir şey var. Tanrı, törə, türk. Bu üçlükdən türk milləti heç vaxt vaz keçmədi. Bu üçlüyün içərisində türk milləti həmişə var oldu və yaşatdı. Bayaq ismini də zikr elədiyim böyük adamları yetişdirdi. Bayaq burada mənim əziz dostum İbrahim Bey adını çəkəndə Mirsədi Mirlərin adını çəkdi. O da buradaydı. Çox sevgi ilə burada onu görəndə də ruhum şad oldu. Borçalı elində də bəzi adamlar var, bəzi ailələr var, ruhan Seyid Nigariyə və oradan da Yunus Əmriyə bağlanırlar, Hacı Əfəndi ocaqlara bağlayır. Onda da var idi o şeylər. Mən bəzən bu bağım da mənim tanıdığım bağdır, ona görə Mirsədi də buradadır, bunu da salamlayıram, təşəkkür edirəm, mənə söz verdim. Heç gözləmədim açıqsası, minnətdaram o kimi. Təşəkkürlər, sağ olun. Bu Arif bəy haqqında burada kifayət qədər danışıldı. Mənim də o dostları arasında ən gənci yəqin ki mənəm. Mənim də çox böyük xatirələrim var, özəl xatirələrim var. Burada deyiləsi də var, deyilməyəsi də var. Amma o bütün sahələrdə nümunə yaratmış böyük şəxsiyyətdir. İstəyər elmdə, istəyər dostluqda, istəyər ictimai siyasi fəaliyyətdə. Mən də özümü çox xoşbəxt adam sayıram ki, mən Arif bəydən çox şey öyrənmişəm. Ruhu şad olsun, sizə də təşəkkür edirəm.